Bugün yeganə bir reklamdır ki, özüm də bu işdə işləyirəm və sizlər çəkirəm. YouTube kanalında və internet saytlarında paylaşacağım. Siz də baxa bilərsiniz. Gördüyünüz kimi 250 nə qədər? 250 kvadrat qazondur. O səriləcək hovuzların qıraqlarına və bir-bir sizlər üçün çəkəcəm, paylaşacağım. İzləmədə qalmalısınız. Havalar da istidir. Bugün may ayının neçəsidir bugün? May ayının 18-i. Bilgətdir də bura? Yox, Binəqədi. May ayının 18-i Binəqədi qəsəbəsində belə bir gözəl bağ salma işinə başlamışıq, start vermişik. Allah Məhəmməd ya Ali başladı işimizə. Allah'ım xeyir etsin. Amin inşallah. Eşrəm müəllim, salam veririk, sabahın xeyir. Bu da sənin qazonun. Xeyirli olsun, Eşrəm müəllim. Sağ ol. Görsən qazon bax. Gördün Eşrəm müəllim. Gördün? Bax, çıx üstünə əz. Yatağa, xeyirli olsun Eşrəm müəllim. Sağ ol, çox sağ ol. Bəli əziz dostlar, sizə kimdən danışım, nədən danışım? Deməli əziz dostlar, şəhərdə mənim bir dostum var idi. Dedi ki, Eşrəm, sənin səhifəni izləyirəm. Sən bir dəfə bağda bir qəşəng video çəkmişdin. Demişdin ki, belə bir ağaclar əkilir, becərilir, dərmanlanır. Kimdir həmin insan? Gətir mənim bağıma, mənim bağımı bir dizayner versin. Mən də çağırdım əmim oğlunu. Getdik. Şahmar əmi oğlumla getdik bağa. Gördünüz ki, bu ağacları bir ay bundan qabaq əkmişik. Birinci ağacları əkdik. Ondan sonra həyata qəşəng torpaq verdik, mümbi torpaq verdik. Sonra ağacları dərmanladı bir neçə ay bundan qabaq. Bugün isə mənim dostum mənə zəng elədi ki, istəyirəm ağacların diblərinə qazon verək. Qazon vermək üçün də torpaq verdi, eyni səviyyəyə çatdırdı və hovuzun qıraqlarına belə bir gözəl qazonlar sərdi. Gördüyünüz kimi əziz dostlar, bizim işçi heyətimiz çoxdur. Həqiqətən də fərqi yoxdur. 200 kvadrat ola, 300 kvadrat ola, 5000 kvadrat qazon ola, hər neçə kvadrat olursa olsun. Salam aleyküm, xoş Salam, gəldin. salam, aleykümselam. Yorulum yasa. Sağ ol, Allah köməyin olsun. Bəh. Bu belə sonda elə bilər ki, kətdə bağ təmizləyirsən. Bəli, bəli, Daha birimdə şəhərdə bağ salırsan. bəli. Xeyirli olsun. Düzəltirik, yaradırıq. Qəşəng bunları götür. İndi videoda özümü elə aparıram, güya ki, mən müdürəm, biznesmen adamam. Daha xəbəriniz yoxdur ki, elə bu bağ işlərində elə qazonların daşınması, elə bütün ağır fəhlə işləri hamısını mən görmüşəm. Sadəcə olaraq hər bir satamı telefonumu çıxardıram, çəkirəm ki, qoy sizlərə də maraqlı bir video paylaşım, siz də izləyin. Bu həqiqətən çox da asan bir şey deyil. Gördüyünüz kimi əziz dostlar, çox səliqəli şəkildə qazonları düzdük. Şahmar mənim sayəsində. Gördüyünüz kimi mən də buradayam. Telefonu vermişəm Şahmara, məni çəkir. Mən də ağacların diblərini qazonladım, qəşəng. Çünki mənim uşaqlıqdan həvəsim olub bağ işlərinə. Həqiqətən də özüm də necə lazımsa sözün əsl mənasında əsl bağbanam. Bu videonu çəkib sizlər üçün paylaşmamın məqsədi odur ki, əziz dostlar, siz də əgər öz həyətinizdə dekorativ ağaclar, qazonlar, ağacların dərmanlanması, budanılması, kəsilməsi, bağı bağçaya salması, bu kimi işləri görmək istəyirsinizsə, etdirmək istəyirsinizsə, birbaşa mənim özümlə əlaqə saxlayın, bütün işçi heyətimizlə gələk, qəşəng şəkildə bağları səliqəyə salaq, qazonları düzək, ağacları budayaq, ağacları dibləri açaq, suvarma sistemlərini nə kimi çəkək. Ən axırda şəxsən süpürgəni verirsin, mənim əlimə təmizləyirəm. Gördüyünüz kimi əziz dostlar, artıq videoda görürsünüz. Bayaqki bağa baxın, indiki bağa baxın. Qazona baxırsan elə bil ki, xalçadır, xalça. Həqiqətən də çox möhtəşəm bir iş idi. Mənim özümə çox bəyəndim, xoşum gəldi. Necə yorulmağımı sizə görsə də bilmirəm videoda. Ancaq həqiqətən də nə qədər iş ağır da olsa, günün istisində 35-38 dərəcə istiliyə baxmayaraq bu işləri gördük.
mənim özümə də ləzzət elədi. Çünki insan öz işini daha da gözəl görəndə insanın ruhu yorulmur. Və sonda əziz olsa, sosial şəbəkələrdə Elşən Yusuf yazaraq məni izləyə bilərsiniz. Reklam və çəkilişlər üçün mənlə əlaqə saxlayın. Əlaqə nömrəm 050 982 50 42. Bütün reklamları qəbul olunur. Təşəkkürlər.